Salam, hər vaxtınız xeyir olsun. Bugünkü keçəcəyimiz mövzu qoşmadır. Köməkçi hissəsi olan qoşmadan danışacağıq. Qoşma bilirik ki, adlıq, yiyəlik, yönlük və çıxışlıq hallı sözləri qoşularaq müəyyən bir məna çalar əmələ gətirir. Yəni, əgər hər hansı bir sözü qoşma kimi götürəcəksə, mütləq ondan qabaq hər hansısa bir hal şəkilsidir, söz gəlməlidir. Bəzi hallarda hal şəkilsi qəbul etməmiş söz də gələr, amma baxmalıyıq ki, özündən əvvəlki sözlə bir yerdə cümlə üzvü kimi götürülürsə, bu zaman deməli bizim yanaşdığımız qoşma olacaqdır. Qoşmanı mükəmməl bilmək üçün məna növlərindəki hər bir qoşmanı əzbər bilmək mütləqdir. Qoşmaları biz hər bir yerdə görə bilərik. Yəni necə? Hətta biz sualın tərkibində də qoşmaları görürük. Bilirik ki, bu sualların tərkibində olan qoşmalar tamamlığın sualları olur. Qoşmaları eyni ilə cümlə üzvü olaraq da götürəndə hansı sözün yanında gəlirsə, məsələn, həmin söz hansı cümlə üzvüdürsə, qoşma onun tərkibində olacaq. Məsələn, biz onu zərfliyin də tərkibində görə bilərik, biz onu tamamlığın da tərkibində görə bilərik. Yəni, cümlə üzvlərinin tərkibində rahat şəkildə görə bilərik. Köməkçi nitq hissələri quruluşca düzəltmə ola bilmir. Ümumi olaraq hamısına söhbət gedir. Ya sadə olmalıdır, ya da mürəkkəb olmalıdır. Qoşmalar isə quruluşca yalnız sadə olacaqdır. Digər köməkçi nitq hissələrindən fərqli olaraq qoşmalar qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Məsələn, digər nitq hissələrində necədir? Biz cümlə üzvü təhlili aparan zaman digər nitq hissələrini qətiyyən cümlə üzvü kimi götürmürük. İstər tək formada olsun, istər yanındakı sözlə bir yerdə olsun. Amma qoşmaları tək formada cümlə üzvü kimi götürə bilməsək belə, yanındakı sözlə bir yerdə cümlə üzvü kimi götürürük. Digər köməkçi hissələrindən fərqli olaraq qoşmalar qoşulduğu sözlə birlikdə bəzi qrammatik şəkilçiləri belə qəbul edə bilir. Məsəl üçün, ismin, cəmdir, haldır, mənsubiyyətdir, xəbərlikdir şəkilçisini, yəni şəxs şəkilçilərini rahat şəkildə qəbul edə bilər. Məsəl üçün, desəm ki, bu məsələni böyüdən, məsəl üçün, elə sənin kimilərdir. Məsələn, sənin kimilərdir. Cümləni bütöv yazmıram. Kimilərdir. Baxın, diqqət etsək, qoşma, bu qoşmadır. Özündən qabaq yiyəlik hallı sözə qoşulub və həmçinin qoşmanın tərkibində ismin şəkilçisi olan cəm şəkilçisi olarlar və xəbərlik, yəni şəxs şəkilçisi olan dırdır şəkilçisi də qoşulubdur. Yəni, bəzən belə olan məqamda uşaqlar çaşbaş qalırlar. Bəzən gedirlər kimilərdir. Bunu tək xəbər kimi götürürlər. Təbii ki, bu doğru deyil. Nəzərə almaq lazımdır ki, özündən qabaqçı bir sözə baxaq və həmin sözün tərkibində hansı bir halın şəkilçisini görürsünüzsə, o zaman bir yerdə götürərsiniz. Və yaxud da deyirəm ki, mənim dediklərim, məsələn, mənim dediklərim sənin barəndədir. Sənin barəndədir. Deməli, haqqında, barəsində bu tipli sözlər vardır. Bu sözlər isə deməli, bunlar belə qoşmadılar. Deməli, nəyə baxırıq? Sənin barəndədir. Nə? Mənim dediklərim. Deməli, nədir? Burada yiyəlik hallı sözə qoşulubdur, amma burada qoşmadır və biz bu qoşmanı tək götürə bilmərik. Tək götürə bilmədiyimiz üçün qarşısındakı sözlə bir yerdə cümlə üzvü kimi götürəcəyik. Təsriflənən feillər və yadınızda qalsın, feili bağlamalar qoşma ilə işlənə bilməzlər. Məsələn, feili sifət və məsdər işlənə bilər. Yadınızdadırsa, biz deyirdik ki, əgər maq üçün deyə biliriksə, maq üçün, təbii ki, hər zaman yox, bəzi hallarda maq üçün gəlirsə, səbəb zərfi də ola bilir. Amma adətən maq üçün gəlirsə, biz bunu işlədəcəyik məqsəd zərfliyi kimi. Maqməc. Bir də ki, bunu məqsəd zərfliyi kimi ən azı buradan yadda saxlamaq lazımdır ki, maqməc də M samiti ilə başlayır, məqsəd zərfliyi də M samiti ilə başlayır. Bəzən uşaqlar burada qarışıqlıq salırlar ki, maqməc olanda bu səbəbidirmi, məqsədidirmi, çoxluqla deyirəm. Baxın, hər zaman demirəm, çoxluqla məqsəd zərfliyi olur. Bəzi hallarda deyirəm ki, məsəl üçün, mən yaxşı oxumaq üçün çox çalışdım. Yaxşı oxumaq üçün gecəmi gündüzümə qatdım. Nə üçün gecəmi gündüzümə qatdım? Nə səbəbə, nə məqsədə gecəmi gündüzümə qatırdım?
yaxşı oxumaq üçün. Deməli, təsriflənən feillər və feili bağlamalar qətiyyən qoşulmalarla işlənə bilməz. Qoşmalar təsriflənən feillərə qoşula bilmədiyi üçün qoşulduğu sözdə də birlikdə feili xəbər ola bilmir. Yəni, qoşma hansı sözə qoşulursa, onlar ismi xəbər rolunda çıxış edəcəklər. Tək-hecalı qoşmalarımız da vardır. Bitişik yazılanların adətən qarşısında işarəni görəsiniz. Sonra tək, dək, sonra cacə qoşması və can-cən qoşması. Bunlar bir hecalı, tək hecalı qoşmalardır ki, bunlar bitişik yazılır. Onsuz da bu işarə sizə onu göstərir ki, özündən qabaqçı sözə qoşulacaqdır. Hallara görə qoşmaları qruplaşdırmaq bundan ibarətdir ki, deməli, adlı hala və yiyəli şala qoşulan qoşmalarımız vardır. Yiyəlik, burada yazmaq biraz çətindir, xəttimə görə üzr istəyirəm. Yiyəli şala qoşulan qoşmalar var. Məsələn, üçündür, haqqındadır, barəsindədir, barədədir, əvəzinədir, naminədir, üzrədir, kimidir, qədərdir, təkdir. Bunlar həm adlı hallı, həm də yiyəli şallı sözə qoşulurlar. Məsəl üçün, yiyəli şallı bir sözü deyək. Deyirik ki, məsələn, nə deyək? Məsələn, deyək ki, sənin kimi dost olmaz. Dost olmaz. Baxırıq, kimi nəyə qoşuldu? Yiyəli şallı sözə qoşuldu. Hətta deyə bilirik ki, sən qədər düşünə bilmədim. Məsələn, görürsünüzmü? Adlı xallı sözü qoşulub. Yəni, özündən qabaqçı sözün tərkibində hər hansısa bir şəkilçi yoxdur. Yönlü şala qoşulan qoşmalar isə, yönlü şala qoşulan qoşmalar qədərdir, kimidir, qarşıdır, sarıdır, dairdir, məxsusdur, nisbətəndir, yaxındır, görədir, əsasəndir. Bunlar yönlü şala qoşulur. Məsələn, deyirəm ki, məsələn, ona nisbətən mən daha yaxşı yazmışam. Və yaxud da sənə məxsus bütün əşyaların, məsələn, əşyaları atmışam və yaxud da ona dair bütün xatirələr beynimdən silinib və yaxud da ki, evə sarı yol almışam. Məsələn, nə demək istəyirik? Evə sarı yol almışam. Yol almışam. Deməli, baxın, bundan qabaq, sarı qoşmasından qabaq yönlü çallı söz işlənibdir. Çıxışlı kala qoşulan qoşmalar daha çox zaman anlayışı bildirənlər var, fərqləndirmələrdir. Məsələn, səndən sonra mən daha heç nə barədə düşünmək istəmədim. Və yaxud da ki, səndən qabaq bu məsələlərin hər birinə xət çəkmişdim. Və yaxud da ki, atamdan başqa, atamdan savayı, atamdan qeyri, özcə bir neçə sinonimini işlətdim ki, bir cümlədə işlədim. Heç kəs mənə dayaq olmadı. Demək, bunlar isə çıxışlı qalda işlənən qoşmalardır. Qoşmaların məna növlərinə gəldikdə isə bənzətmə bildirən qoşmalar vardır, bircəlik alət vasitə bildirən qoşmalar vardır, məsafə istiqamət bildirən qoşmalar vardır, sonra zaman bildirən qoşmalar vardır, aidlik, məxsusluq, fərqləndirmə və səbəb və istinad, məqsəd və istinad bildirən qoşmalarımız var. Birincisi bizdə bənzətmə bildirən qoşmalardır. Bənzətmə bildirən qoşmalarımızdır. Bənzətmə bildirən qoşmalarımız qədər, kimi, tək-təki və cacə qoşmalarıdır. Və biz adətən deyirik ki, ya yönlü çalla işlənənlərdir, adlıq və yiyəli çalla, demək bunlarla işlənə bilir. Bənzədirəm. Deyirəm ki, sənin qədər, məsələn, sənin qədər düşünə bilmədim. Nə etdim? Düşünə bilmədim. Sual verirəm. Nə dərəcədə düşünə bilmədim? Bənzədirəm. Bax, burada bənzətmədim. Mən özümü kimə bənzətdim? Mən özümü sənə bənzətdim. Mən sənin qədər başa düşə bilmirəm. Nə etdim? Özümü sənə bənzətdim. Sən yəni başa düşürsən, amma mən başa düşə bilmirəm. Burada bir cacə qoşması vardı. Bu cacə qoşması sinonimlərlə əvəz etdikdə rahat tapa bilərsiniz. Əgər cacə qoşmasını görəklə əvəz edə bilirsinizsə, əgər cacə qoşmasını qədərlə əvəz edə bilirsinizsə, əgər cacə qoşmasını ilə ilə əvəz edə bilirsinizsə, bu zaman rahat şəkildə deyəcəksiniz ki, bunlar qoşmadır. Yəni, məsələn, əgər desəm ki, məsələn, zərrəcə, məsələn, zərrəcə ağlı yoxdur. Ağlı yoxdur.
İndi dediyim qoşma ilə əvəz edək. Zərrə qədər. Bax, müqayisə edirik. Zərrə qədər ağlı yoxdur. Və yaxud da deyirəm ki, dəryaca, məsələn, dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. Dərya qədər ağlın olsa, yoxsul olsan gülərlər. Və yaxud da ki, birincisi qədər sözü ilə əvəz edirdik. Qədər sözü ilə. İkincisi, görə sözü ilə deyək. Məsəl üçün, deyirəm ki, ismin quruluşca 3 növü var. Amma dönüb deyirəm ki, ismin quruluşuna görə 3 növü var. Və yaxud da ki, üçüncü qayda, ilə ilə əvəz edirəm. Mən kür boyu balıq tuta-tuta getdim. Kür boyunca balıq tuta-tuta getdim. Və yaxud da mən kür boyu ilə balıq tuta-tuta getdim. Formasını işlədə bilərsiniz. Bircəlik, alət, vasitə. İkinci, bircəlik, alət və vasitə qoşmaları. Əsasən ilə bəzi şəkilçiləşmiş forması lalə şəkilçiləşmiş formasıdır. Bəzi hallarda isə cacə bu qoşmadan da istifadə edirik. Məsəl üçün, iləni hətta lalə tərz bildirən zərfdə də vardır. Hətta biz bağlayıcıda da görürük. Bunu fərqləndirməyin ən rahat və sadə yolu ondan ibarətdir ki, birincisi sual verin. Sual verərkən sualın tərkibində iləni işlədirsinizsə bu qoşmadır. Ən sadə və bəsit yolu. Məsəl üçün, mən desəm ki, məsələn, mən babamla yol gedirəm. Yol gedirəm. Yenə də deyirəm, xəttimə görə üzrü sayın. Burada yazmaq biraz çətindir. Yol gedirəm. Nə edirəm? Yolu gedirəm. Kim ilə? Baxın, sual verirəm. Kim ilə yol gedirəm? Nə etdim? Bu sualın tərkibinə artıq iləni əlavə etdim. Mən əgər iləni sualın tərkibində gördümsə, deməli bu qoşmadır. Çünki bilirsiniz niyə? Əgər mən desəm ki, məsələn, babamla və yaxud da babam ilə fərqi yoxdur. Nənəm yol gedirlər. Yol gedir. Kim yol gedir? Kim? Sualını verdim. Babamla nənəm bir yerdə götürdüm mən bunu. Babamla nənəm, daha doğrusu bunu təhlilinə səhv getməyək. Yəni babam, nənəm bir yerdə biz artıq yolu gedirik. Aydın oldu mu? Deməli necədir? Mən artıq bunun kimi sual vermədim. Yəni ikinci bir qayda, lalənin əgər vardısa şəkilçisi. İki tərəfində də, sağında da, solunda da eyni suala cavab verən sözlər olmalıdır. Babam kim, nənəm kim? Eyni suala cavab verən mütləq söz olmalıdır, mütləq ki. Sonra məsafə bildirən qoşmalara gəldikdə, məsafə bildirən qoşmalar adətən birinci ölçü məsələsi var. Məsafə bildirən qoşmalarda, məsələn, gedən adamın hardan getdiyi və hara çatdığı mənə mütləq lazımdır. Çünki məsafə nədir? Bu aralıqda olan məsafəni ölçürəm mən. Məsəl üçün deyirəm ki, hansılarda qədərdir, kimidir, dəkdir, can-cən qoşmasıdır. Evə qədər qaçmışam. Əgər, məsələn, evə qədər qaçmışam dedikdə, axı istiqaməti bilirəm, hardan evə qədər qaçmışam. Nə edirəm? Başlayıram artıq bu məsafəni ölçməyə. Yəni, nə qədər yol qaçmışam. Evə qədər qaçmışam və yaxud da deyirəm ki, evə kimi qaçmışam, evədək qaçmışam, fərq etmir. Amma istiqamət qoşması nədir? İstiqamət qoşması isə hardan getdiyimi bilmirəm, amma hara getdiyimi bilirəm. İstiqamət odur ki, mən hara gedirəm? Evə tərəf gedirəm, evə sarı gedirəm, evə doğru gedirəm, fərqi yoxdur. Yəni, əsas odur ki, mənim hardan gəldiyim yox, mənim hara getdiyim daha vacib məsələdir. Məsafədə bu ortada olan məsafəni ölçürəm. Həmişə cümlədə əgər məsafəni axtarırsınızsa, birinci diqqət eləyin görün. Siz o aralıqdakı məsafəni ölçürsünüz yoxsa yox? İstiqamət bildirən qoşmada amma necədir? Mən bu aradakı məsafəni ölçmürəm. Sadəcə hara getdiyimi soruşuram. Aidlik, məxsusluq. Baxın burada aiddir, dairdir, xasdır, haqqındadır, haqdadır, barəsindədir və barədədir. Bu tipli sözlər. Məsələn, deyirəm ki, bütün bu eşitdiklərim onun barəsindədir. Baxın, bütün bu eşitdiklərim, sonuncu cümləni yazıram, onun barəsindədir.
dədir. Bir sıra uşaqların etdiyi səhv var. Dəfələrlə gördüyümüz bir səhvdir. Uşaqlar gəlir buna adətən tək xəbər kimi götürür. Niyə bu onlara sanki bir əsas nitq hissəsi imiş kimi bir xarakteri verir. Onlar isə o düşünürlər ki, yəqin ki bu əsas nitq hissəsidir. Sanki o sözləri əsas nitq hissəsindəki sərbəst işlənən sözlər, leksik mənası olan bir söz kimi düşünürlər və çor-çorayına gedib bunu xəbər kimi götürürlər. Xeyr. Barəsindədir, haqdadır, barədə. Bu tipli məxsusdur, aiddir, dairdir. Bunların hamısı qoşmadır və özündən qabaqçı sözlə bir yerdə cümlə üzvü olacaqdır. Heç bir zaman biz qoşmanı sərbəst tək götürə bilmərik. Heç bir zaman. Qoşmanın yeri sabit deyil. Yəni, qoşmanın qoşulduğu söz cümlənin əvvəli, ortası, sonu harda gələcəkdirsə, qoşma həmin sözlə bir yerdə cümlənin istənilən yerində gələcək. Yəni, qoşma özü sərbəst formada cümlənin istənilən yerində gələ bilməz. Qoşulduğu sözlə birlikdə istənilən yerində iştirak edə bilər. Zaman məzmunlu qoşmalara gəldikdə, zaman məzmunlu qoşmalar əvvəl, qabaq, sonra bəri, bu qoşmalar zaman məzmunu bildirən qoşmalardır. Zərflə qəti qatmaq lazım deyil. Birincisi, zərfdən qabaq çıxışlı kal şəkilçili söz gəlməz. Yəni, zərfdən qabaq dan, dən şəkilçili sözü görmürük. Amma çıxışlı kal şəkilçili sözü. Bu, belə tam heç vaxt görməyəcəksiniz. Əsla görməyəcəksiniz tipli. Qətiyyən bu düşüncəyə düşməyin. Çünki bəzi hallarda zərf gəlibdir. Baxırıq ki, bundan qabaq dan-dən şəkilçilə söz işlənib. Uşaqsa nə edir? Baxır ki, dan-dən var, burada da əvvəl var və düşünür. Müəllimə mənə demişdi ki, əvvəldir, qabaqdır, sonradır, bəridir. Bu sözlərdən qabaq dan-dən görsəz bu qoşmadır. Xeyr uşaqlar, həmişə belə bir şey var deyə yoxdur. Siz bu zaman cümləyə diqqət yetirməlisiniz. Mütləq. Cümlədə nədən danışır? Baxın, ən sadə bir cümlə yazaq. Məsələn, deyirəm ki, mən kənddən əvvəl odun daşıdım, sonra yükləri boşaltdım. İndi buna diqqət edək. Əvvəl gəlib və əvvəldən qabaq dan-dən şəkilçili söz gəlib. Buna baxan kimi uşaq düşünəcək ki, bu qoşmadır və üzərinə xətt çəkib gedəcək. Diqqət edin, buradakı əsas məsələ. Birincisi, əgər qoşmadan əvvəl dan-dən şəkilçili söz gəlibsə, bu dan-dən şəkilçili söz qoşmaya fasilə vermədən keçid edir. Yəni, bilirsiniz necə? Əgər desəm ki, məsələn, Əlidən əvvəl mən gəldim. Bu zaman görürsünüz mü? Fasiləsiz deyirəm. Əlidən əvvəl. Fasiləsiz bu sözdən bu sözə keçid eləyirəm. Əgər yox, mən burada bir neçə saniyə də olsa fasilə verirəmsə, deməli bu zərfdir. Və cümlənin mənasına da baxın. Deyirəm, mən kənddən əvvəl odun daşıdım, sonra yükləri boşaltdım. Baxın, fasilə verdim. Mən kənddən əvvəl odun daşıdım, sonra yükləri boşaltdım. Amma buna baxın. Əlidən əvvəl mən gəldim. Bu doğru getmir axı. Ən primitiv qayda budur. Ona görə də burada çox diqqətli olun. Belə bir şey salar, gedib bunu o dəqiqədə qoşma kimi götürməyin. Diqqət edin, görün siz burada fasilə verirsiniz, yoxsa birbaşa keçid edirsiniz. Aydın oldu mu? Mütləq buna diqqətli şəkildə yanaşmaq lazımdır. Fərqləndirmə qoşması özcə, başqa, qeyri, savayı. Sanki mən səni başqa bir insandan fərqləndirirəm. Deyirəm ki, səndən başqa heç kəs mənə diqqət etmədi. Bax, məsəl üçün deyirəm ki, səndən başqa kimsədən qayğı görmədim. Nə etdim? Görmədim, nəyi görmədim? Qayğını görmədim. Kimdən? Kimsədən görmədim. Yəni, səndən başqa kimsədən görmədim. Deməli, nə edirik? Səndən başqa. Bu bir yerdə gedəcək. Baxın, səndən başqa. Fasilə vermədim. Səndən başqa kimsədən qayğı görmədim. Bu doğru deyil.
Mən əksinə fərqləndirirəm. Səndən başqa. Burada dedikdə sanki bilirsiniz necə? Ancaq səndən görmüşəm bu qayğını. Başqa heç kəsdən bu qayğını görməmişəm. Səndən başqa heç kəsdən bu qayğını görməmişəm. Səni digərlərindən fərqləndirdim. Səbəbdir, məqsəddir, istinad qoşmalarıdır. Əsasən yönlü çalla işlənən qoşmalardır və yiyəliş və yönlü çalla işlənən qoşmalardır. Məsəl üçün deyir, sənin üçün görə əsasən ötürü. Məsələn, deyirəm, eşitdiyimə görə danışıram. Səbəb qoşmasıdır. Bilirik də, ümumiyyətlə, doğu, feil, sifət, şəkilçisi özündən sonra qoşma gələndə səbəb qoşması olur. Eşitdiyimə görə danışıram. Nə səbəbə danışıram? Əlimdə sübutum varmı? Bəli, əlimdə səbəbim var danışmağa. Eşitdiyim var və eşitdiyimə görə danışıram. Və yaxud da sizin üçün gəlmişəm. Niyə səbəb nədir gəlməyimə? Sizin üçün gəlmişəm. Deyilənlərə əsasən mən hərəkət etdim. Mən nə üçün hərəkət etdim? Səbəbim nə idi belə hərəkət etməyə? Deyilənləridir. Məna növləri bu qədər. Sonra bizim deməli qoşma sinonimliyi vardır qoşmanın. Məsələn, bənzətmə bildirən qoşmalar əsasən sinonimlik bizə ona görə lazımdır ki, biz bir sözü işlədərkən qoşma olduğunu bilmək istəyiriksə, sinonimlərini işləsə daha rahat şəkildə tapacağıq. Məsələn, deyirəm ki, sənin qədər düşünə bilmədim, sənin kimi düşünə bilmədim, sənin tək düşünə bilmədim. Bənzətdim də bir-birinə. Və yaxud da müqayisə edirəm. Sənə qədər, məsəl üçün, sən qədər mənim ağlım yoxdur və yaxud da səncə mənim ağlım yoxdur, müqayisə edirəm. Məsafə bildirən qoşmalar. Qədər, evə kimi, evədək, evəcəm. İstiqamət bildirən qoşmalar. Evə tərəf gedirəm, evə doğru gedirəm, evə qarşı gedirəm. Aidlik, dairlik bildirən qoşmalar. Məsələn, bu məsələlər sənə aiddir, sənə dairdir, sənə məxsusdur. Səndən əvvəl, səndən qabaq bunları etmişdim. Zaman bildirən qoşmaların sinonimliyidir. Fərqləndirmə isə səndən başqa, səndən özgə, qeyri, savayı, özgə fərqi yoxdur. Səbəb məqsəd isə üçün görə ötürü qoşmalardır. Deməli, bunların amonimliyinə gəldikdə birinci yadda saxlayın. Üçündür. Bunları istəsəz özünüz üçün qeyddə götürə bilərsiniz. Üçün, ötürü, görə, savayı, sonra dək, can qoşmasıdır. Haqqında, haqda, sonra barəsində və barədə sözləri. Barəsində və barədə sözləri bunlar ancaq qoşma ola bilirlər. Yəni, başqa bir nitq səsi kimi işlənə bilmirlər. Kimi qoşması bəzən feili sifətə qoşulub, zaman mənası da bildirə bilər. Məsəl üçün, deyirəm ki, onun fəryadını eşidən kimi çölə çıxdı. Bax, necə deyirəm? Onun fəryadını eşidən kimi çölə çıxdı. Nə etdi? Çölə çıxdı. Nə zaman çölə çıxdı? Onun fəryadını eşidən kimi. Deməli, nə oldu? Burada cümlə üzvü olaraq zərflik oldular. Amma kimi normalda qoşma kimi və əvəzlik kimi işlənir. Adətən bənzətmə bildirir. Sənin kimi düşünmürəm. Burada qoşmadır. Amma kimi yazır, kimi oxuyur dedikdə isə burada əvəzlik kimi işlənəcək. Amma bir şeyə diqqət edin ki, bəzən kimi var, qarşısında yiyəli çallı söz də var. Amma əvəzlikdir. Məsələn, deyirəm ki, sənin, baxın bu cümlələrə diqqət edin mütləq. Sənin kimi çağırmağın mənə maraqlı deyil. Çağırmağı mənə maraqlı deyil. İndi buna diqqət eləyək uşaqlar. Bayaq nə dedim? Dedim ki, əgər qoşma gəlibsə, qoşmadan qabaqçı söz qoşmaya fasiləsiz olaraq qoşulacaq. Yəni sənin kimi. İndi bu cümləni elə oxuyaq görək doğru olur. Sənin kimi çağırmağım. Xeyr.
Bənzətmə deyil bu. Deyir ki, sənin kimi çağırmağın mənə maraqlı deyil. Deməli, qoşmanı görəndə hər qarşısındakı sözə baxıb, hə, burada bir hal şəkilçisi var. Deməli, bu qoşmadır deyə bilmərsiniz. Qoşma belə versə, mütləq cümləni oxuyun və dediyim qaydada fasilə formasında keçməyə də çalışın, sürətli keçməyə də çalışın. Doğru olan hansıdırsa onsuz da üzə sıxacaqdır. Əgər fasilə verib, sonra qoşma düşündüyünüzə keçirsinizsə, deməli, fasilə uyğun gəlirsə, burada artıq qoşmadan söhbət gedə bilməz. Yox, əgər sən fasiləsiz oxuyursansa, deməli qoşmadır. Qədər sözü var. Qoşma kimi də işlənir, isim kimi də işlənir. Məsələn, deyirəm ki, mənim qədərim, yəni mənim taleyim mənasında, yazım mənasında. Amma desəm ki, axşama qədər səni izləyəcəyəm, artıq burada bilirik ki, qoşmadır. Tək həm sifətdir, həm zərfdir, həm ədatdır, həm qoşmadır. Əgər təkdən sonra isim gəlirsə, olacaqdır sifət. Tək adam heç nə bacarmaz. Yox, feil gəlirsə, olacaqdır zərf. Məsələn, deyirəm ki, tək yaşayıram və yaxud da ki, ədatdırsa, tək sözü. Bu zaman belə deyəcəyik. Məhdudlaşdırıcı ədat olur və deyirəm ki, bu işi tək sən bacarırsan, məhdudlaşdırdı. Qoşma kimi də sən tək, mənim başqa bir dostum yoxdur. Gəldi ilə, lalə qoşmasına, ilə qoşması və yaxud da ki, la-lə, yəni qısaldılmış formada bu qoşma. İlə qoşması ədatla amonimliyi vardır və zərflə amonimliyi var. Zərfi oxuyarkən onsuz da hiss edəsiniz ki, burada bir tərz yaradıbdır və o cəsarətlə, hünərlə vuruşurdu. Amma diqqət edəcəyiniz məqam var, eyni qaydada yenə də. Bu məqam hansından ibarətdir? Uşaqlar, bəzi hallarda testi bəzən tez edib gedirsiniz, mənaya köklənirsiniz. Məsələn, desəm ki, o cəsarətlə döyüşür. Belə bir cümlə qururlar. Normalda uşaqların vərdiş aldığı cümlələrdir və uşaq deyir ki, burada cəsarətli sözü tərz yaradıbdır. Hansı tərzdə? Diqqət edin nəyə? Bəzən belə bir söz verir, amma bu sözün ilk hərfini böyük verir. İlk hərf böyükdürsə, söhbət şəxsdən gedir. Kim ilə döyüşür? Sual verirəm. Kimlə döyüşür? Cəsarətlə döyüşür. Deməli, mən buradakı böyük hesabına bildim ki, burada şəxs adına gedir. Yox. Əgər bunu balaca hərflə qeyd edəcəksə, deməli, bəli, tərz anlayışı verəcək. Bu, hətta vüqarla sözünə də aiddir. O vüqarla döyüşür. Vüqarla sözündə birinci hərf böyüklə yazılıbsa, cümlənin ortasında gəlməyinə baxmayaraq. Deməli, bu zaman şəxsdən söhbət gedir və o qoşmadır. Digərlərində gəldikdə isə sarı, tərəf də, doğru da və cazə. Sarı qoşması həm rəng bildirir, həm feil bildirir, həm də qoşmadır. Evə sarı qaçdım. Biri də var. O yarasını sarıdı. Digər mənada isə, daha doğrusu feil, sifət kimi isə sarı şar aldım. Qarşı və qabaq dedikdə. Qarşı sözü, məsəl üçün, sənə qarşı mənim içimdə heç bir his yoxdur. Və yaxud da deyirəm ki, qarşı tərəf razılığa gəldi. Və yaxud da deyirəm ki, qabaq, səndən qabaqda mən əyləşmişəm. Ya da deyirəm ki, qabaq belə bir şey yoxdur. Nə zaman? Qabaq belə bir şey yoxdur. Əlavə dedikdə, əlavə sözü qoşma kimi də işlənir, sifət kimi də işlənir, isim kimi də işlənir. Əlavə dərsə ehtiyac yoxdur. Bu, əlavə dərs dedikdə sifət olur. Və yaxud da deyirəm ki, cümlə üzvün əlavəsi isim olur. Qoşma kimi isə deyirik ki, dərsdən əlavə başqa tapşırıqları da yazdım. Ayrı gəldikdə qoşma da sifətdir, zərf ola bilir. Səndən ayrı yaşaya bilmirəm. Bu qoşmadır. Ayrı işim yoxdur mənim. Bu sifətdir. Və yaxud da deyirəm ki, məsəl üçün, necə bir cümlə quraq? Sevgimdən ayrı düşüb, indi sevgisiz ölürəm. Belə bir cümlə var. Sevgimdən ayrı düşüb, sevgimdən, bax, fasilə verdim. Ayrı düşüb, demək fasilə vardırsa, burada qoşmadır. Bizim dərsimiz, qoşma mövzumuz bu qədər. Hər birinizə zehni açıqlığı arzulayıram.